Yaxşı, tövhidin növləri haqqında danışaq və birinci tövhid rububiyyə, rububiyyət tövhidi, Rəbb tövhidi. Nədir rububiyyət tövhidi? Yəni Allahı feillərində təkləşdirmək. Yəni Allahın yaradan olması. Allah Subhanahu taala xaliqdir, yaradandır, düzdürmü? Və həmçinin kainatı idarə edən Allah Subhanahu va Taala'dır. Mülkün sahibi Allah Taala'dır. Bu rububiyyə tövhididir. Rəbb sözündən götürülür. Və həmçinin tövhidin ikinci növü nədir? Tövhid əl-uluhiyyə. İndi ona da gələcəyik inşallah. Rububiyyə tövhidi, yəni Allah Taala hər şeyi yaradıb. Mülkün sahibi Allah Subhanahu va Taala. Elhamdülillahi Rabbil alemin. Aləmlərin Rəbbidir Allah Taala. Həmd olsun aləmlərin Rəbbinə. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm dua edərkən deyər ki, Allahümmə ləkəl həmd. Allahım sənə həmd olsun. Əntə rabbus səməvati vəl ard. Sən göylərin və yerin Rəbbisən. Və Tövhid-ül uluhiyyə gəlir sonra. Tövhid-ül uluhiyyə də nədir? Yəni Allahı ibadətdə təkləşdirmək. Allahı ibadət ən əsas, yəni rəsulların göndərildiyi tövhid uluhiyyə tövhididir. İlah, yəni ilah olma, Allahın uluhiyyədə, yəni ibadətdə təkləşdirmək. Allah Subhanahu wa Taala buyurur ki: "Və ilahukum ilahun vahid. La ilahe illa huve'r-rahmanur rahim." Rəbbiniz, ilahınız təkdir. Məbudunuz təkdir. Ondan başqa haqq məbudu yoxdur. O Rəhmandır, Rəhimdir. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Muaz ibn Cəbəl radiyallahu anh ona deyir ki, yəni sən dəvətə gedirsən, kitab əhlindən olan, yəni qövmin yanına gedirsən, insanların yanına gedirsən, onları ən birinci çağırdığın şey nə olsun? La ilahe illallah. Yəni Allahı ibadətdə təkləşdirmək. Yəni belə baxanda rububiyyə tövhidini hamı qəbul edir. Allahın varlığına hamı inanır, düzdürmü? Xristianlar da, Yahudilər də, müşriklər və digərləri. Hamı Allahın varlığına, Allahın xaliq olmasına, Rəbb olmasına inanırlar, düzdürmü? Amma bu inanc onları nədir? İslam dininə daxil etmir. Kifayət deyil. Nə lazımdır? İbadətdə Allah Subhanahu wa Ta'ala təkləşdirmək. Yalnız Allaha ibadət etmək. İslama girmək üçün rububiyyə tövhidi kifayət deyil. Rububiyyə tövhidi lazımdır. Rububiyyə tövhidi, yəni Allahın Rəbb, xaliq, ilah, yəni hər şey yaradan, bizim Rəbbimiz olması, bunu qəbul eləmək nəyə gərəkdirir? Tövhid-ül uluhiyyə. Əsas olan, yəni İslama daxil olmaq üçün tövhid-ül rububiyyə, sonra da mütləq tövhid-ül uluhiyyə olmalıdır. Mütləq. Yəni tövhid-ül uluhiyyə nə oldu? Allahı ibadətdə təkləşdirmək. Yəni ibadətləri yalnız Allaha yönəltmək. Buna tövhid-ül uluhiyyə deyirlər. La ilahe illallah. Allahdan başqa haqq məbud yoxdur. La ilahe illallah kəlməsinin mənası Allahdan başqa haqq məbud yoxdur. Keçən dərslərdə dedik ki, Allahdan başqa ilahlar var yoxsa yoxdur? İlahlar belə baxanda var. Hərənin öz ilahı var. Birinin ilahı öz bütüdür, birinin ilahı başqa bir şeydir. Düzdür. Hindistandakıların ilahı nədir? İnək, inəyə ibadət edirlər, ilah qəbul edirlər onu. Amma onlar batil ilahlardır, ibadətə layiq deyirlər. Haqq ilah kimdir? Yalnız Allah Teala'dır. Və Allah Subhanahu wa Ta'ala Quran-ı Kərimdə buyurur ki: "Zəlikə bi'ənəllahi huvəl-haqq və ennə mə yəd'un min dunihim huvəl-batil." Bu ona görədir ki, Allah haqq, ondan başqa dua etdikləri, ibadət etdikləri batildirlər. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki: "Mən qalə la ilahe illallah və kəfərə bimə yu'bədu min dunihi hərumə dəmuhu və məluhu." Yəni kim la ilahe illallah deyərsə və ondan başqa, yəni Allahdan başqa ibadət olunanları tərk eləyərsə, uzaqlaşarsa, inkar edərsə, onun qanı və malı haram olar. Yəni müsəlmandır artıq. Müsəlman toxunulmazdır. Yəni artıq onun qalı malı yəni haram olar. Deməli, şərt nədir? La ilahe illallah demək və la ilahe illallah şərtlərinə nədir? Yəni uzaqlaşmalısan. Allahdan qeyri ibadət olunanları tərk eləməlisən. Heç bir daşa, ağaca, qəbrə və s. heç nəyə ibadət eləmək olmaz. Heç kəsə ibadət eləmək olmaz. Sən la ilahe illallah deyirsənsə və sonra bununla yanaşı gedirsən daşa, bütə, nəsə istəyirsənsə onlardan nədir? Sadiq deyilsən bu kəlməndə. Və bundan sonra tövhid əsma-ül və sifət gəlir.
Tövhidin dedik ki 3 növü var. Birinci nə oldu? Tövhid er-rububiyyə. Rububiyyə tövhidi. Sonra ikinci nə oldu? Uluhiyyə tövhidi. Və üçüncü də gəlir nə? Tövhid el-əsma-i və sifət. Ad və sifətlər. Allahın ən gözəl ad və sifətləri tövhidi. Bu da nə deməkdir? Yəni Allah Subhanahu wa Taala'nın ən gözəl adları var, ən gözəl ad və sifətləri var. Subhanallah. Misal olaraq deyək ki, Er-Rahman, Er-Rahim, El-Məlik. Allahın adlarındandır, düzdürmü? Və biz bu adları isbat eləməliyik. Quran-ı Kərimdə gələn adları qəbul edirik, isbat edirik. Və Peyğəmbər sallallahu aleyhi ve sellem Rəbbini bizə tanıtdığı kimi o adları, o sifətləri nə etməliyik? Qəbul eləməliyik. Təvil etmədən, yəni başqa mənaya yozmadan olduğu kimi qəbul edirsən, keyfiyyət vermirsən və misal olaraq deyək ki, Allah Subhanahu wa Taala eşidir və görür, düzdürmü? Eşidir, görür. Biz deyə bilmərik ki, bu eşitmək burada başqa bir şeydir. Biz desək ki, eşitmək Allahı məxluqata bənzədərik. Yox. Eşitməyi necə var? Götürürsən eşitmək. Allah eşidəndir, görəndir. Amma bənzətmirik. Məxluqda haşa, məxluq kimi deyil. Allah Subhanahu wa Taala feillərində kamildir. Məxluqat isə nədir? Naqis. Yəni bənzətmirsən, keyfiyyət vermirsən ki, bu cürdür, haşa, bu cürdür, o cürdür. Elə bu şeylərə girmirsən və inkar da eləmirsən. Və Allah Subhanahu wa Taala misal olaraq Er-Rahmanu alel-arş isteva buyurur Quran-ı Kərimdə. Er-Rahman, Rəhman olan ərşə istiva elədi, yəni ucaldı. Ərşə ucaldı. Biz bunu olduğu kimi, ucaldığı kimi qəbul eləyirik, amma nə cür, necə bu sualları vermirik. Öz cəlalına layiq şəkildə. Biz onu deyə bilmərik. Keyfiyyət vermirik. Yəni bənzətmirik. Bu şeylərdən uzaq və inkar da eləmirik. Və həmçinin təvil eləmirik ki, burada ucalma başqa mənadadır. Hökmü altına alma və s. Bu cür təvillər də vermirik. Və qəbul eləyirik bu qaydalarla. Aydındır. Yəni keyfiyyət vermirik, bənzətmirik, inkar etmirik, təvil eləmirik. Və Allah Subhanahu wa Taala buyurur ki, "Leysə kemislihi şey və huves-semi'ul basir." Onun mislində heç bir şey yoxdur. Ona bənzər heç bir şey yoxdur. O eşidəndir, görəndir. O bənzərliyi inkar elədi. Bənzərliyi ona bənzər, ona oxşar heç bir şey yoxdur. Bunu Allah Subhanahu Taala ayənin əvvəlində inkar elədi. Sonra Allah Subhanahu Taala sifətlərini eşidən və görən olduğunu isə təsdiq elədi. Yəni Allah Subhanahu Taala eşidir və görür, amma məxluqat kimi deyil. Heç nə ona bənzəməz. Aydındır? Və Allah Subhanahu Taala buyurur: "Er-Rahmanu alel-arş isteva." Er-Rahman, Rəhman olan arşa ucaldı. Və bunu da biz bayaq dediyim kimi qaydalarla götürürsən, keyfiyyət vermədən, inkar etmədən, təvil etmədən. Və yaxşı, Allah Subhanahu Taala bizimlədirmi? Allah Subhanahu Taala bizimlədir, eşitməsi ilə, görməsi ilə, elmi ilə. Və Allah Subhanahu Taala buyurur ki, Musa və Harun haqqında onlara deyir ki, "Qala la taxafa." Qorxmayın deyir. "İnnəni ma'akuma əsma'u və ara." Mən sizinlə bərabərəm, əsma'u və ara, eşidirəm və görürəm. Bu o demək deyil ki, Allah Taala hər yerdədir. Mən sizinlə bərabərəm. O demək deyil Allah Subhanahu Taala hər yerdədir, haşa. Bu cür demək olmaz. Yəni Allah Taala elmi ilə, eşitməsi ilə, görməsi ilə, bəli, bizimlə bərabərdir. Amma zatı ilə Allah Taala Quran-ı Kərimdə bildirir ki, "Er-Rahmanu alel-arş isteva." Rəhman ərşə ucaldı, istiva elədi. Və sonra Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, "İnnekum təd'ûne semi'an qariban və huve ma'akum." Siz yəni eşidəni və yaxın olanı çağırırsınız dualarınızda. O sizinlə bərabərdir. Yəni elmi ilə. Və tövhidin faydaları nədir? Tövhidi öyrənirik. Tək Allaha ibadət məsələlərini. Bu, axirətdə sənin əminamanlıqda olmağındır. Yəni, sənin tövhidi öyrənməyin axirətdə əminamanlıqda olmağın deməkdir, inşallah ki. Əbədi əzabdan qurtuluşundur. Və dünyada hidayətindir. Və günahların bağışlanmasıdır.
Çünki Allah Teala Quran-ı Kerimdə buyurur ki: "Ellezine amenu ve lem yelbisu imanahum bizulm, ulaika lehumul emn ve hum muhtedun." O kəslər ki, iman gətirdilər, iman gətirənlər və imanlarına zülmü qarışdırmayanlar haqqında, imanlarına zülmü qarışdırmayanlar, onlar əminamanlıqdadırlar və onlar hidayətdədirlər. Və Allah Teala buyurur ki, yəni "Ellezine amenu ve lem yelbisu imanahum bizulm." İman gətirib imanlarına zülmü qarışdırmayanlar. Zülm nədir burada? Zülm şirkdir. Zülm şirkdir. Çünki sahabələr gəlirlər Peyğəmbər sallallahu aleyhi ve sellem yanına və dedilər ki, ya Rasulullah, bizdən kim zülm eləmir ki nəfsinə? Yəni günahları zülm kimi qəbul edirlər. Yəni biz günah eləyirik, deməli zülm eləyirik nəfsimizə. Və Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, bu şirkdir. Eşitməmisiniz Loğman öz oğluna nə deyir? Ya buneyyə la tüşrik billah inneş-şirke la zulmun azim. Ey oğlum, Allaha şərik qoşma, çünki şirk ən böyük zülmdür. Yəni ən böyük zülm nədir? Şirk. Allah səni yaradıb, ruziləndirən Allahdır. Sənə nemətlər verən kimdir? Allah subhanahu wa ta'ala. Və sən Allahı qoyursan, Allahla yanaşı və yaxud başqa bir nəyəsə, kiməsə ibadət eləyirsən. Zülmdür yoxsa yox. İbadət Allahın haqqıdır. Yalnız Allahın haqqıdır. Və ona görə tövhidi öyrənməyin faydaları nədir? Əminamanlıqda olmağındır. Quran-ı Kerimdə çünki Allah Teala buyurur ki, onlar, yəni imanlarına şirk, zülmü qarışdırmayanlar əminamanlıqdadırlar. Və onlar hidayətdə olanlardır. Və Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, "Haqqul ibadi alallahi en la yu'azzibə mən la yushriku bihi şey'a." Allah, insanların Allah üzərində haqları nədir? Ona şərik qoşmayanlara əzab verməmək. Allahın insanlar üzərində haqqı nədir? Ona heç bir şey, ona ibadət edib və heç bir şey şərik qoşmamaq. Və həmçinin də Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, insanların da Allah üzərində haqqı nədir? Ona şərik qoşmayana əzab verməmək.